dənə qıraq yağ vurulmayıb. Dostlar, əvvəl gördüyünüz kimi, bax bu ördəyin yağın öz yağıdır. Yığdım bura. Yığandan sonra soğanı sandişi doğrayıb bu yağı əlavə elədim. Ördəyimizi fırında bişirmişik. Tam bişdikdən sonra kənar yağ əlavə olunmur. Deməli, soğanımız bu halda, bax görürsünüz, qızardı. Qozu əlavə edirik. Qəşəngcə görürsünüz, bol qoz. Bismillah dedik. Qozu da əlavə elədik. Bunu yaxşıca qovuruq. Göstərim. Qozun rəngi görürsünüz, belə ağarır. Qovuqdan sonra bu alça turşusu əlavə edirik. Duz əlavə edirik. Naxçıvan duzu. Balaca paprika vururam. Dənə istotun üyüdülmüşünü vururam. Afərin Fuad. Dök. Sonra ördəyin suyunu bura əlavə edirəm. Bismillah. Sonra buna bir stəkan da su əlavə edib nə edirəm? Qoyuram fırına. Sobada yarım saat bu qozla birgə sintez olunsun. Bismillah. Fırına, bəssalam. Əlin ora vurma, isti olar. Mən ustalığı. Bax, sevil, bax. Görsən. Vay dədəcə. Bu vəssalamdır, Fuad. Ördəyin öz yağıdır.